döyüş səhnələrini çəkirdim rəssamlıq vaxtı. Sonra Şah İsmail Xətaini. Zaman tarix dərsi keçəndə ümumiyyətlə insanlar bir çox insanlarda məndə də belə nəsə izah elədi, vizual daha məndə yadda qalan olur. Çəkdiyiniz o tarixi səhnələrdən, şəxsiyyətlərin şəkillərindən istifadə edirsiniz. Yaz taxtasında çəkirəm onu, onlar üçün maraqlı olur da. Məsələn, tarixi döyüş haqqında dərs keçir, onun təsvirini verir. Bizim belə bir müəllimimiz var idi, Azər Gülnari xanım. Bax, o da elə rəsmlə çəkmirdi, amma izah edirdi. Məsələn, bu sıra falan qoşunlar, bu sıra bölürdü. Onda dərs uşaqların yadda qalan o qədər yaxşı qalır ki. Bu da fərqli və maraqlı bir metoddur. Mən düşünürəm ki, Vüsal bəyin danışdığı o tarixi hadisələr və çəkərək göstərdikləri daha yaxşı qalacaq onun şagirdlərinin yaddaşları. Çoxdur arxivinizdə əl işləriniz. Nə qədər yəni sayıcı olaraq? Təxminən yarısını məsələn hədiyyə vermişəm. Məsələn hədiyyə kimi istəyənlər verirəm, aparırlar. Bəziləri də 100-ə yaxın var hazırda evdə. 100-ə yaxın var. Neçəsi yarımçıq əsərdir? Yarımçı azdır. 99 çox yarımçı deyil. Çoxunu tamamlamışam. Məsələn yağlı boya işləri var. Ağac üzərində yandırma işləri var. Məsələn. Çoxdur. Bir sərgi falan etməmisiniz? Sərgi inşallah fikrim var da. İndi bu pandemiya bitsin. Aha, biz də dəvət edirsiniz. İnşallah. Elm aparıcılıq da eləyə bilərik orada. Olar. Niyə də yox? Bir şəkil çəkərsiniz əvəzində şəkil portretimi ödəşmiş olaraq. Payız sizə necə təsir eləyir? Bütün fəsillərin öz gözəlliyi var da, bütün fəsillərin öz yeri var, elə payız da o cümlədən. Lənkəranda da payız bir başqa gözəldir. Mən yağışı çox xoş istəyirəm, yağış Sizə fəsildir. Məsələn, Lənkəran. Əsil havasıdır oraların. Bir sualları ünvanlayıram. Son da belə cavablar verir, amma imkan vermir edəcəksin. Gəlin biz sizə bir sujet təqdim eləyək, hörmətli izləyicilər. Misal belə rəsmini tamamlasın, çəksin, o maraqlı çəksin. Fürsət verək biraz. Fürsət verək, vaxt verək. Biz də sizə elə